baldan şirin ana dilin, var qəlbimdə bir diləyim, yaşa var ol Azərbaycan. Ne güzeldir oban elin, baldan şirin ana dilin, var qəlbimdə bir diləyim, yaşa var ol Azərbaycan. Ben borçluyam sənə bir can, lazım olsa o da qurban. Bütün cahan sənə heyran, odlar yurdum Azərbaycan. Azərbaycan, qəlbimdə sən hər bir zaman. Azərbaycan, sənə qurban olsun bu can. Azərbaycan, ayrılar mı könül candan? Azerbaycan, yaşa yaşa Azerbaycan. Sen kocaman bir tarihsen, sen dahiler ülkesisen, sen igidler meskenisen, yaşa doğma Azerbaycan. Sen kocaman bir tarihsen, sen dahiler ülkesisen, sen igidler meskenisen, yaşa doğma Azerbaycan. Ben borçluyam sənə bir can, lazım olsa o da qurban. Bütün cahan sənə heyran, odlar yurdum Azerbaycan. Azerbaycan, qəlbimdə sən hər bir zaman. Azerbaycan, sənə qurban olsun bu can. Azerbaycan, ayrılar mı könül candan? Azerbaycan, yaşa yaşa Azerbaycan. Bu günlərin biz Göyçə təhsil işçiləri Azərbaycan Respublikasının dilbər güşələrindən biri olan Quba rayonunun Nazlı Bulaq İstirahət Mərkəzində. Bu günlərim həqiqətən gözəl bir gün keçirdik. Bu şəraiti bizə yaratdığına görə həm öz adımdan, həm bugün burada iştirak edən Göyçə təhsil işçilərinin adından Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının sədri Sahib müəllimə və eyni zamanda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri Araz Paşayev cənablarına təşəkkürümü bildirirəm.